dostlar, videoma hoş geldiniz. Ben Ziver. Bugün videonun başlığından da gördüğünüz kimi dostlarımla görüşeceğim. Ve bunu da vlog kanalına getirmek istedim. İndi saat 3'e qalır. Biz de saat 4'də evdən çıxacaq. Yəni qardaşım və mən evdən çıxacaq. Və gedəcəm 2 qızla görüşəcəm. Sizə göstərəcəm çantanı göstərəm. Bu çanta. Bunu götürəcəm özümdən bir yerdə. Çünki içinə bir şey qoymaq istəyirəm. Onu da sizlə bir yerdə eləyəcəm. İçi boşdur, içində heç nə yoxdur. İçinə əvvəlcə güzgümü qoyuram. Güzgü təbii ki də olmazsa olmazım. Daha sonra pul qabımı qoyuram içinə. Daha sonra glossumu qoyuram. Və son olaraq dodaq qələmimi qoyuram. Bir de son olarak evin açarını da koyacağım ama onu evden çıxandan sonra eləyəcəm. İndi gedirəm saçlarımı düzləşdirməyə. Saçlarımı düzləşdirim. Daha sonra videoya davam eləyəcəm. Mən indi saçlarımı düzləşdirdim. Gördüğünüz kimi saçlarımı düzləşdirdim. Hardasa 20 dəqiqəyə falan düzləşdirdim. Ama saçımın burasını heç bəyənmədim. Burası belə düz gəlir, burası nəysə. İndi geyinəcəm, paltarımı geyinəcəm. Düz getməyimizə hələ 1 saat var. Amma mən hazırlaşana qədər, bitirənə qədər o 1 saat keçəcək yəni. İndi isə kombinimi göstərirəm. Belə bir şalvar. Bu şalvarımı geyinəcəm. Adi ağ, boş, oversize köynək. Bunun da altına çok uyumlu bir ayakkabım var. İndi onu gətirirəm. Onun da altına bu ayakkabılar, burası göy, burası ağ. Yani bu kombinim göy ve ağ renkten ibaret oldu ve bence çok qəşəng oldu. Bunu da attım yere. Bir de bu çanta. Yani bu kombinim ağlı ve göylü oldu. Bence çok qəşəng olacaq. İndi geyinim, göstərirəm. Hazırım. Gördüğünüz kimi. Düzü köynəyim biraz qırış-qırışdı ama olsun, heç olmaz. Altımı göstərə bilmirəm. Amma indi kombinimi sizə daha yaxşı göstərəcəm. Kombinim belədir. Mükemmel bir kombin. Kamerada tabii ki de çok yaxşı görünmür. Yani kamerada heç bir kombin yaxşı görünmür. Nəinki kombini? Heç nə yaxşı görünmür yəni kameradan. Amma gerçək həyatda özümə baxıram. Gerçək həyatda da eyni şeymiş. Heç nə olmaz. Köynəyi görsən ütülüyüm. Amma mənim ütüləmə yeteneğim yoxdur axı. Heç nə olmaz. Onu ütüləməm də. İndi biz çıxdıq evdən və gedirik. Amma biraz tez çıxdıq. Gedirik indi marketə. Su falan almaq istəyirəm mən. Gedirik indi marketə. Bu arada qolbaq taxmışam. Qolbağım qoluma elə boşdur ki. Marketdən aldığımız max şey. Nəysə, ala su. Burada 25 qəpik olduğu üçün aldıq. Niyə də olmasın? İndi gəldik, fidanı gözləyirik. Gəlsin. Gələcəyik diğerini götürməyə. Aslında Nərmin də bizdən bir yerdə olacaqdı, amma Nərminin işi çıxdığı üçün gələ bilmədi. Aslında indi evdədir. Dedim ki, gəl indi bizdən bir yerdə. Dedi ki, yorğunam, gələ bilmirəm. Belə yəni. Kombinimi göstər, çək. Uzaqdan beləyəm. Bəli, şalvar da belədir. Fidanı gözlədik, bayaqdan da fidan yox deyə. Ona görə biz indi gəldik görüşəcəyimiz yerə, amma fidan hələ də yoxdur. Deməli biz indi gəldik görüşəcəyimiz yerə, amma fidan bizdən bir yerdə olmadı. Niyə? Çünki fidan gəlməyəcəkmiş. Son anda gəlməmək qərarına gəldi. Gəlməmək qərarına gəldi. Amma son anda Nərmin gəlməyə qərarına gəldi. Ona görə indi Nərmin gələcək, amma fidan gəlməyəcək. Bilirəm, biraz qarışıq oldu, amma anlayacaqsınız yəni. O Məryəm buradadır. Amma Məryəm buradadır. Deməli dostlar, biz indi Nərmin gözləyirik. İnşallah Nərmin gələcək. Gələ bilsə gələcək. Gələcək görəsən nə bilim. Məryəm getdi onların evindən icazə almağa ki, Nərmin də bizdən bir yerə gəlsin.
Böyle gözləyirik görək nə olacaq indi. İnşallah Nərmin gələ bilər. Yəni filan gəlmədi. Nərmin gəlməyəcəkdi. İndi son anda gəlməyə qərarına gəldi də. İnşallah gələ bilər və birlikdə olarıq. İndi Nərmini götürməyi bacardıq. Yəni Nərmin də bizlə bir yerdə gəlir. İndi gedirik elə belə gəzirik. Anam deyir ki 2 saatdir ki Nərmin. Nə danışır bunlar? Onda deməli dostlar indi gəzirik. Onlara bax. Nədir? Bunu qaçırlar qabaqda nəysə. Mən də indi gedirəm onların yanına. Ay görsən qardaş. Biz baş-başa qaldıq canım. Deməli, oturmuşuq burada elə belə. Ha, elə belə oturmuşuq. Şimdi bizim yox. Nərminə dedim şəkimi çəkənmədi. Çəkdim. Çəkin oldum. Çəkdim. Deməli elə. Bu nədir Nərmin? Neyini ver, kaldıramıyorum. Sen şeyle, çileyle. Sen de mısın? Bile. Baxın indi alqışlayıram, səs yankılanacaq. Görün eşidirsiniz. Eşitsən bax. Ayda karım eşitmirəm. Ay Allah bizə versin. Arkadakı xala bizə baxır. Bir dəfə bizim evdə böcək var idi. Uyda bizdə. Necə ola bilər? Afrik müəllimə yazmaq. Ay Allah. Adem'in adını değişti. Arkadaş beni taklit elədi. Ayda görmedim. Arkadaş beni taklit elədi dostlar. Ya bile. Allah atsa da mən. Horse. 1.50 boyu var. 50 değil 1.55. Hatta 1.55. Deməli burada şəkimizi seçdik. İndi qoyaram bura şəki baxarsınız. İstəyirici də. Dostlar gedirik hələ də. Ya hələ də deyəndə ki durmuşduq da bir yerdə. İndi gedirik elə belə. Bir şeylər. Nerede atmağı var şimdi? Sen tuttun sonra bıraktın da. Nerede cevap? Kim atın? Geldi. Bu da oynuyor, Amin oynuyor. İndi biz gözləyirik yol keçməyi. Maşınlar gəlsə yol keçəcək. İndi gəldik marketə çünki acıq və bir şeylər almaq istəyirik. Ben Neyse bir dənə Alpengold aldıq. Bundan aldıq. Bir də qardaşıma bundan aldıq. Belə indi gedirik. Qolum ilişdi buna. Bu çıxmır. Mən bunu necə çıxardacağam? Testler koyarsın. Ay Allah. Ay da incidir Allah haqqı. Çox dartma da incidəcək. Ay Allah. Ne oldu? İncidir. Nərmin. Nə olur? Bu nedir? Ay kəsərsən də. Ay çıxar. Ziver abi. Ay bu bəzək qalar orada. Çıxartdım. Amma mən bunu niyyət eləmişdim. Mən buna dua eləmişdim. İndi gedirik evə. Və mənim videom bura qədər idi. Ümid edirəm ki, videodan tam razı qalarsınız. Əgər sona qədər izlədinizsə, like atmağı və kanalıma abunə olmağı unutmayın. Qısa bir video oldu, bilirəm, amma bu günümü sizinlə bölüşmək istədim. Ümid edirəm ki, videonu bəyənərsiniz.